Bugünkü videomda ən çox işlətdiyim sözlər yəqin ki, özəl, önəmli olacaq bu iki söz. Çünki mövzum yenə narsistlərdir və narsistlər üçün vacib olan nədir? Özlərini özəl hiss etsinlər, önəmli, vacib bir insan. Və yəni həyatlarını həqiqi mənada buna adayırlar. Yəni onlar ki, o saxta mən obrazı yaradırlar və elə bilin ki, bir ömür o obraza xidmət edirlər. O obrazı ayaqda tutmağa çalışırlar ki, çünki nə vaxtsa görürlər ki, hə, mən bu yaratdığım obraza çox insanlar can atır, çox insan onda ətrafımda olur, çox gözəl sözlər eşidirəm, belə mənə elə baxırlar ki, mən onların baxışlarından hiss edirəm ki, onlar belə valeh olmuş kimidirlər, məndən məsləhət alırlar, mənim fikrimi soruşurlar, mənim ətrafımda olmağa çalışırlar. Mən o obrazı yəni qoruyub saxlayanda məhz. Və nədən hər zaman önəmlidir narsist üçün özünü özəl hiss etmək? Çünki yəni yenə də bu nə olursa olsun uşaqlığa dayanır. Bunun yəni ki, hardan baxırsan bax bu belədir. Çünki narsist fərqi yoxdur. Onu hədsiz dərəcədə çox tərifləyən bəlkə bir ana olub ya ata olub, belə əl üstə saxlayıblar bəlkə də, hə? Amma o biri tərəfdən, yəni ki, o cür uşağın həyatına məsələn bir başqa uşaqlar ola bilir ki, paxıllıq da edirlər, görürlər ki, ayda onun üçün hər şey olunurdu, elə bilə onun başına pərvanə kimi fırlanırlar valideynləri və yaxud bir valideyndə fərqi yoxdur, düzdürmü? Amma əslində o ailəyə belə daxil olsaz, baxsaz, görsəz ki, yox, o uşaq əslində xoşbəxt bir uşaq deyil. O uşağın soruşsan ki, həyatından məmnunsan, deyər ki, deyil. Çünki narsistdə qəzəb hissi, məsələn, valideynə qarşı bastırılmış olur. Çünki narsistə icazə verilmir, nə olursa olsun, o özü etsin seçimlərini həyatda. Düzdürmü? Yəni ki, onu günahı olmadığı halda, məsələn, narsistin günahı olmadığı halda onu günahlandırırlar da, ay sən anavı yox az istəyirsən, sən istəyirsən ki, nə bilim, başqa universitetə verəsən sənədlər və yox o universitet, məsələn də narsist istəyir ki, tutalım ki, rəssam olmağı, nə bilim. Yəni nə qədər də kənardan görsənsə də ki, bu uşağın həyatı gözəldir, amma əslində heç də elə deyil. Çünki tamamən idarə olunur valideyn tərəfindən. Yəni ki, onun istəkləri artıq demək olar ki, bəlkə körpəliyindən bəri ciddiyə alınmır, nəzərə alınmır. Onun təşəbbüsləri, yəni ki, hələ anında da susturulur. Yəni yox, sən bilmirsən, sən uşaqsan, sən nə anlayırsan? Yox, mənim məsəl üçün seçdiyim tutalım da, məsələn də sən uşaq istəyir ki, skripka alətində ifa eləsin. Valideyn deyir ki, yox, sən boksa getməlisən. Nə edirsən sən musiqini? Sən böyüyəndə musiqiçi olacaqsan, nə bilim nə. Yəni hələ valideyn seçdiyi o tutalım idman növü də hər nədirsə, orada da hələ məcbur eləyir ki, o böyük nailiyyətlər əldə etsin. Halbuki heç o sahənin heyranı olmayıb da bu uşaq, bildinizmi necə? Amma kənardan baxanda yenə deyirəm, hər barədə elə görsənəcək ki, güya ki, bu valideyn həqiqi mənada evladını çox sevir. Düzdürmü? Yəni ki, evladını o nailiyyətləri nə qədər olur olsun, tutalım, nailiyyəti nə qədər olursa olsun, yenə deyəcək, ay yox, bundan daha yaxşı eləyə bilərdin. Daha məsəl üçün də tutalım, futboldadır, tutalım 6-7 dənə qol vurub, deyir ki, sən 10 dənə də vura bilərdin. Bildiniz necə? Hə, 6 nədir ki, yəni nə bilim 3 qol nədir ki? Məsələn də deyirəm. Nəysə də orada cürəbəcür məqamlar var. Hə, ya da ki, valideyn ümumiyyətlə qəddar valideyn olub, söyüb də, döyüb də, alçaldıb da, yəni heç nəyə nəzərə almayıb. Ancaq hələ uşağın gördüyü olub ki, qəddarlıq və yenə də qəzəbini də valideyninə göstərə bilməyib. Yəni orada da, burada da istər valideyn çox qəddar olsun, istər əl üstə tutsun. Yəni əl üstə tutmağını da deyirəm də, necə tutur əl üstə? Uşağın özünün heç bir istəkləri, düşüncələri, hissiyatları, hissləri nəzərə alınmır. Və narsist onun üçün də hər zaman nə hiss edir? Mən önəmsizəm. Mənim hiss elədiklərim önəmli deyil, mənim istəklərim önəmli deyil, mən qəzəbimi göstərə bilmirəm. Yəni ki, məni yox eləyiblər də.
Düzdürmü? Yəni o cür o öz mənnindən həqiqi mənada vaz keçir. Əsl mən ortaya demək olar ki, heç vaxt çıxmır. Ancaq o vaxt çıxır ki, çox böyük məyusluqlar vaxtında çıxa bilər. O da o depressiv hallara düşəndə. Borderline tutalım, borderline pozuntusuna yaxın və yaxud hələ borderline kimi həyatını məsələn sürəndə, çox riskli, nə bilim, bir şeylər eləyəndə, çox yüksək sürətdə maşın sürəndə, çox belə aşırı dərəcədə tutalım alkoqol qəbul edəndə. Yəni belə. Bir sözlə narsistin elədiyi nədir? Önəmlilik mövzusu burada, yəni ki, hər zaman həyatında əsas budur. Əsas odur ki, özünü özəl hiss etsin. Bunun üçün də nə etmiş olur hər zaman? Yəni o deyirlər, love bombing sözü işlədilir, idealizasiya sözü işlədilir, düzdürmü? Yəni partnyoruna qarşı kimisə, çünki o öncədən artıq ağlında tutub ki, belə bir insan var. Mənim fantaziyamda olan, yəni ki, fantaziya aləmindədir də daim. Özü ilə də bağlı, yəni ki, mən mükəmməl biriyəm, mən özəl biriyəm. Həqiqi mənada, yəni ki, istər güzgüdə özünə baxanda görürsünüz ki, necə belə fərəhlə baxır özünə. Yəni ki, həqiqi mənada özünü müqayisə də eləyir ki, yox, başqaları mənim yanımda, yəni qələt edirlər. Bildiniz necə? Yəni orada özü ilə bağlı lovğalıq var. Ya görünüşü ilə, ya savadı ilə, ya vəzifəsi ilə, ya qazancı ilə, amma nələrləsə bu insan lovğalanacaq. Özü özlüyündə, təklikdə də, bir başqalarının yanında ümumi olaraq, yəni daha çox eləyəcək bunu. Və uydurma söhbətlər də çox olacaq keçmişi ilə bağlı, yəni ki, mən nələrə sahib idim, mənim həyatımda nələr var idi. Yəni bu maddiyyətlə bağlı ola bilər və yaxud qalibiyyətlərlə bağlı. Bildiniz necə? Yəni narsist fantaziyalar aləmindədir deyə, onun fantaziyasında da mütləq ki, elə bir insan var ki, əks cins. İndiki narsist, yəni qadın da ola bilər, kişi də ola bilər, düzdür? Yəni onun xəyalında elə bir insan var ki, məsələn də tutalım, mənim çox qayğımı çəkəcək, çox diqqətçili olacaq mənə qarşı. Eyni zamanda da belə statusu yüksək olan bir insandır. Məsələn də indi onun təsəvvüründə tutalım hündür bir insan daha çox ona maraqlı gəlir. Məsələn, qara saç və yaxud sarı saç və yaxud tutalım da çox incə, zərif bədən quruluşuna malik, incə, zərif bədən quruluşu olan insanları daha çox sevir. Məsələn də bu kişidirsə, düzdürmü? Və yaxud qadındırsa, əsasən tutalım axtarır, intellektual səviyyəsi çox yüksək, həm vəzifəsi, həm elə. Yəni narsist üçün odur ki, öz xəyalında qurduğu kriteriyalara nə qədər uyğun olsa, əla, super, ondan da əlavə çoxlu müsbət tərəfli olsan daha da yaxşı. Bildinizmi necə? Və o insana rast gələndə bilirsiniz necə mütləq ki, çox abartır, şişirdir öz gözündə. Yəni deyir ki, bax məhz bu insandır. Bəs məhz axtardığım bu idi. Yəni öncədən idealizasiya var, burada öncədən love bombing var. Çünki öncədən bu xəyalında qurduğu adamı bilirsiniz necə, onun heyranıdır. Ay bir tapa bilsəydim elə bir insan. Ona görə tapan kimi əslində tam onu tapmır. Nələrsə o fantaziyadakı ilə uyğun gəlir deyə deyir ki, hə, bu odur. Deyir, bu odur. Sonrasa, yəni o insan da, yəni hər bir insana xoş gələr də, özünü belə özəl hiss etsin, önəmli hiss etsin, diqqət, qayğı, nəvaziş, düzdürmü? Bu hər insana xoş gələr. Və narsist bunu, yəni ki, adi bir insan tanış olanda, hə, o da diqqət yetirəcək, də nələrsə bir qayğı, diqqət göstərəcək, düzdürmü? Amma narsist bunu abartılı eləyir. Narsist hər şeyi hər zaman abartılı eləyir. Yəni dəyərdən dəyərsizləşdirəndə də aşırı dərəcədə dəyərsizləşdirir. Yəni yerdən yerə vurur. Göylərə qaldıranda da lap yuxarı. Ona görə o dopamin, adrenalin asılılığı necə narsistin özündə var, necə özündə hər zaman o dopamin axtarışındadır bir ömür boyu, fərqi yoxdur nələrdən alsın. Oyun oynayanda mı, nə bilim, öz işi ilə, gücü ilə bağlı kiməsə söhbət eləyəndə tutalım heç o dərəcədə deyil. Yəni də deyirəm,
uyduracaq, çox şişirdəcək, danışacaq, düzdürmü? Tək ki insanların gözünü boyasın, tək ki insanı inandıra bilsin və insanın gözündə görsün ki, hə, onunla belə baxırlar, ona elə baxırlar ki, doğrudan sən necə belə bacarıqlı insansan, necə sən belə hər tərəfli bir insansan, tutalım da, bildiniz necə. Gözlərində insanların onu görmək istəyir, sözlərində onu eşitmək istəyir. Sən nələr bacarmısan, nə bilim, nə bildinizmi necə. Hə, deməli narsist bu özəl olmağı özünə də bu önəmlidir, özəl olsun və o insanı da rast gələndə o insana, düzdürmü? İndi yenə də deyirəm, bu qadındır, kişidir, narsist heç önəmi yoxdur da. Onun düşüncəsində elədir ki, bu insan da çox özəl biridir, çox bir başqa biridir, mən heç beləsini heç vaxt görməmişdim. Həqiqi mənada bu cür inanır, yanaşır. Amma ki, bu yenə də başqa videolarımda demişəm, bu insan adi insandır. Bu insan adi insandır və bu insanın zaman içində görür ki, mənim fantaziyamda olan kriteriyalara bu uyğun gəlmir ki. O qədər də uyğun deyil və yaxud heç uyğun deyil və o onu əsəb eləyir. Həm o insanda olan xüsusiyyətlər, həm də ki, o insanın buna verdiyi diqqət, görür ki, məsəl üçün elə gün olur ki, tutan partnyoru dostlarına daha çox vaxt ayırır. Deyir ki, onda sən məsələn zəng edir, deyir ki, məndən daha önəmli insanlar var və məndən daha önəmli yerlər var. Mənim yanımda olan yer, yəni ki, sənin üçün mənim yanım o qədər də önəmli deyil, mənim yanımda olmaq, nəinki başqalarının. Yəni ki, burada hər zaman deyir ki, sən dostundan da məni önəmli tut, valideynindən də daha çox məni önəmli tut, hər kəsdən, uşağından belə hər kəsdən daha önəmli məni tut. Bildiniz necə? Burada yəni ikili belə narazıçılıqlar var. Həm sənin özündən narazıdır narsist, həm yəni sənin də olan kriteriyalardan narazı olmağa başlayır get-gedə, düzdürmü? Yəni ki, sən heç o qədər də məsəl üçün incə deyilsən, yox sən daha kobudsan, yox heç belin o qədər də incə deyil, yox saçların məsəl üçün artıq saçların məsələn keyfiyyəti dəyişib, o belə olub, bu belə olub, fərqi yoxdur da, çox şey deyə bilər, düzdürmü? Ay qırışlar, ay nə bilim nə, yəni hər dəfə də müqayisə edəcək, filan kəs nə bilim, filan kəsdə belə nailiyyətlər var, amma belə də. Yəni ki, sən tutalım ki, sən öz nailiyyətindən danışırsan ona, o sənə bir başqa insanın nailiyyətindən danışacaq ki, bəs onda bilirsən necədir, bildiniz necə? Yəni nə olursa olsun, artıq sizə qarşı qıcıq varsa, həm narsistdə önəmlidir ki, özü nə olursa olsun özəl qalmalıdır sənin üçün, özəl bu davamiyyət pozulmamalıdır. Hər zaman hər kəsdən hər saniyə belə. Yəni o onu hiss etməlidir. Yəni ki, bunu tələb edir də hər bir şəkildə. Ya səni ignor edəcək, düzdürmü? Ya ignor edəcək, ya acı sözlər deyəcək, ya alçaldacaq, ya nə deyim, ya müqayisələr edəcək sənin xeyri və olmayan, ya triangulyasiyalar olacaq, burada qazlayıcılıq olacaq, burada olmayan şeylərə olurmuş kimi göstərəcək, olan şeyləri olmayıbmış kimi göstərəcək. Düzdürmü? Sonra, məsəl üçün, neglect, burada çox cürəbəcür manipulyasiyalar var da və bir sözlə, baxın və bir çox insanların düşdüyü tələ, bir çox, yəni narsistin partnyorlarının düşdüyü tələ odur ki, görəndə ki, narsist onlara qarşı dəyişir, yəni ki, yaxşı deyil artıq yəni o xoş siması, o xoş sözləri itib, kobud sözlər çıxıb ortaya, aqressiv davranış çıxıb ortaya, bəlkə yəni psixoloji şiddət ola bilər, hətta fiziki şiddət, bir çox şeylər ortaya çıxdıqca, yenə dedim, bəzi insanların düşdüyü tələ odur ki, başlayırlar ki, deyirlər ki, yox, mən daha yaxşı aparsaydım özümü, daha çox sussaydım, gərək susardım, gərək deməzdim, gərək, məsəl üçün, dostlarımla getməzdim, gərək dostlarımla tez-tez gedirəm, heç onlarla yavaş-yavaş azaldım ünsiyyəti, yəni tutalım, valideynlərimə az zaman ayırım, uşağıma az zaman ayırım, ona daha çox diqqət, ona daha çox qayğı. Yəni, burada nə olur, nə baş verir? Sən özün öz önəmliliyini, özəl olduğunu, mənini yavaş-yavaş, yəni ki, hələ bir narsistin yolunda heç edirsən, onun uğrunda sənin mənin
tapdalanır, heç olur, məhv olur. Və narsist də gördüyü odur ki, narsistin gördüyü odur ki, narsistin seyr etdiyi o olur ki, bu nə zəif insandır. Bu nə qədər zəif insandır. Gör, axı narsistin özündə məsələn var, özündən daha güclülərə, daha elə insanlar var ki, narsist onlara məsəl üçün belə deyim də, yaltaqlıq edir. Düzdürmü? Halbuki o ona heç xoş gəlmir özünə də, amma özündən də asılı deyil bu. Düzdürmü? Yəni ki, bilərək, istəyərək olur ki, eləyir, olur ki, hələ intuitiv şəkildə yaltaqlıq edir. Və yəni ki, hər bir insanın kiməsə uyğunlaşmasını görəndə və partnyor da nəyə çalışır eləmək? Uyğunlaşmağa çalışır da. Görəndə ki, bu bir insan hələ bil öz istəklərindən vazgeçir, öz yaxınlarından vazgeçir, çevrəsindən, yəni ki, öz bir çox şeydən narsistə görə vazgeçməyə başlayanda sən onun gözündə daha da dəyərsizləşirsən. Və çaşıb qalırsan, axı nə istəyir? Axı mən ona istədiyi qədər indi diqqəti verirəm. Mən ona diqqət verdikcə o daha da uzaqlaşır. Mən ona qayğı göstərdikcə o məni daha da çox saymır, daha da çox vecinə almır, daha da çox alçaldır. Çünki burada nədir? Hələ mövzu budur da, önəmli. Sən özün üçün önəmli bir insan olmağa davam etməlisən. Sən bu önəmliliyini özün üçün, yəni sənin öz istəklərin, sənin arzuların, sənin yaxın çevrən, sənin nə bilim, istər bax yuxu rejimin olsun, gəlirsən yuxu məsələn pozursa, gecə yarı zəng eləyirsə, gecə yarı durğuzur, məsələn deyir ki, falan xörəyi bişir mənim üçün, onu elə, bunu elə, bildiniz necə? Yəni hər barədə bütün sərhədlərini insanın darmadağın edir də. Yəni ki, klaster B-yə aid olan bütün pozuntular bunu edirlər. Sənin hər bütün sərhədlərini pozurlar. Çünki psixoloji şiddət, fiziki şiddət, bunlar hamısı nədir? Bunlar hələ insanın sərhədlərini, yəni ki, dağıb darmadağın etməkdir. Və sən, yəni ki, bax bu zəif olmaq nədir? Zəifsənsə deməli sən o qədər önəmli insan deyilsən. Sən zəif olmasaydın, sən öz önəmliliyini qoruyardın. Sən özünü əzdirməzdin. Sən mənim dediyimlə, hər dediyimlə oturub durmazdın. Narsist əslində səni çox, bilirsiniz necə belə, hələ bil necə heyvanlara əhliləşdirərlər, məsəl üçün bir çox tutalım da orada deyirlər ona, öyrədirlər də necə oturur, qaçır, nə bilim, balaca o çubuğu atırlar, tutalım için qaçır, götürür, gəlir, qayıdır, sonra ona nə bilim bir dənə şirin neysə verirlər, düzdürmü? Yəni ki, narsist də elə səni ancaq çalışır ki, belə hələ bir əhliləşdirsin də, səni istədiyi formaya salsın, plastilin kimi də, gah belə eləyir, gah elə eləyir, sən də ki, hələ bil ona tabi olursan, yəni özündən vazgeçmirsən də, vazgeçəndə də nə olur? Yenə də sən gözdən düşürsən. Yəni, necə, nələr olunubsa, narsistə zaman içində böyüyə narsist, nə qədər onun mənini eləyiblərsə, dağıdıblarsa, bir o qədər də həmin şeyi o partnyoruna eləyir. Həmin şeyi, məsələn, eləyir uşaqlarına. Yəni, narsist və narsist görəndə ki, sən özündən vazgeçmirsən, sən özün üçün artıq özəl biri deyilsən, önəmli biri deyilsən və sənin ona verdiyin, o hiss elətdirirsən, sən mənim üçün özəlsən, onun üçün artıq bu önəmli olmur. Olmur. Çünki belə bir insan ona nə qədər də diqqət ayırsa, elə bir insanın ona diqqəti ona maraqsız gəlir. Bilirsiniz necə? Ona hər zaman narsistin istədiyi nədir? Sən özündən əslində vazgeçməyəsən. Sən özünü, belə deyim də, saydırasan. Sən qula çevrilməyəsən. Sən heç olmayasan. Çünki görün mən deyir ki, vaxtilə bunu bacara bilmədim. Yəni bu şuuraltı da deyil, şuursuzluqda yatan bir şeydir. Yəni ki, mənim bacarmadığımı, bir çox insanların bacarmadığı bu insan bacaracağımı, yəni çox təmkinli, səbirli, müdrik, sözünə dəyər verən, özünə dəyər verən, sözünü boşa xərcləməyən,
yəni zamanını heçə xərcləməyən insan, yəni ki, ay bütün işini gücünü atsın, ancaq narsistlə məşğul olsun, hər bir şey, ay diqqəti falan. O belə insanlar, elə insanlar nə qədər narsistə əl üstə saxlasalar da, siz onun üçün siz onun üçün önəmli ola bilməzsiniz. Mümkün deyil. Mümkün deyil. Yəni narsist öz mənindən vaxtilə zaman içində vazgeçmiş bir insandır və o öz mənini bilirsiniz necə saniyə içində ola bilər ki, onu nəsə hiss etsin tam özü kimi. Saniyələr içində ola bilər ki, saniyə də belə deyim, saniyədən də bəlkə az. Bir an nə isə hiss eləyə bilər öz mənini. Məsələn də tutalım, hələ bayaq deyirdim, tutalım da hansısa bir idman növündə, futbolda falan artıq belə qəşəng nailiyyətlər var. Amma öz istəyi deyil idi, düzdürmü? Tutalım özü rəssam olmaq istəyirdi, düzdür? Amma bu bastırıldı, sonra özü də böyüdükcə dedi, ay Allah, nə deyir rəssamlıq falan, bildiniz necə? Amma gözəl rəsmlərə dayanıb, məsəl üçün, baxmağı, o fikrə gedir. Orada, məsələn, ola bilər bir an hardasa yadına düşər ki, uşaqlıqda onun bilirsiniz necə bir nostalji bir hiss yarana bilər, bir ağrı verici. Sonra bilirsiniz anında da onu dəyərsizləşdirici əşya. Bildiniz necə? Yəni an içində nəsə gəlir onlara. Amma tez qaçırlar ondan. Əsl mənləri belə çox qısa çıxır ortaya və çox tez də qaçırlar. Və əsl yaxınlıq da valideynlə əsl yaxınlıq olmayıb axı heç vaxt. Səmimi, valideyn anlasın. Əsas nədir? Anlayış, qəbul olunma, olduğu kimi qəbul olunma, olduğu kimi körpəliyindən qəbul olunma və anlayışı görməyib narsist. Və ona görə də ona qarşı kimsə çox anlayışlı olanda, çox qəbullanan olanda, amma sizin qəbul etdiyiniz nədir? Onun saxta mənini qəbul edirsiniz də. Axı bu özü deyil. Bildiniz nədir? Yəni ki, burada maskalar var da çoxlu. Çoxlu maskası olan insan nətər qura bilər səmimi yaxınlıq? Səmimi yaxınlıq ancaq əsl məni ortada olan insan qura bilir. Ancaq başqa variant yoxdur burada. Ona görə narsistdə tam səmimi, tam o əsl empatiya, kognitiv yox, duyğusal empatiya onda yoxdur. Çünki o duyğusal empatiyanı almayıb, aşılanmayıb, dəstək görməyib əsl sözün əsl mənasında. Ondan soruşsan o deyəcək, yəni ki, valideynlərim çox gözəl insan olur. Yəni bir çox narsistlər elədir. Bunu belə qəbul eləmək onlara çətindir ki, əslində valideyn səni sevməyib. Onun dünyası başına yıxılar axı. Əslində valideyndən lazım olan sən onun istəklərinə uyğun yaşayasan, onun sənin qarşında qoyduğun məsəl üçün nailiyyətlərə gəlib çatasan, əldə eləyəsən. Yəni heç bir narsistin elə bir valideyni olmayıb ki, şərtsiz sevsin onu. Şərtsiz sevən valideyni olmayıb narsistin. Anlayışlı, yəni bir sözlü valideyni olmayıb. Tam onu qəbul edən. Və ona görə də bir ömür o hələ bir daxili cəhənnəmin əslində içindədir. Çünki o boşluğu hiss edir. Ona görə narsist hər zaman nələrləsə, kimlərləsə oyunlar, gəzməklər, onunla bununla söhbət, oturub durmaq, ora getdi, bura getdi, bu dostlar, o rəfiqələr, yəni də qızlar olanda da. Yəni daim o dopamin axtarışındadır. Daim o axtarışdadır ki, mən özələm. Hara getdisə orada özünü özəl hiss etməlidir. Hiss etmirsə orada çox qalmır. Amma yenə də özəl hiss etsin, amma yanındakı insanlar da özlərinin özəlliklərini itirməsinlər. Beləm bu cür
Kim axıra qədər baxdısa, təşəkkürlər. Bəyəndinizsə like qoymağı unutmayın və kimsə tutalım uzun zamandır baxırsınızsa, amma abunə olmamısınızsa, olmağınızı xahiş edərdim.